Salam, hər vaxtınız xeyir. Bu günləri mən sizə blok tipli sualın izahını verəcəm. Gəlin 25-ci sualdan başlayaq. Bizim oxuduqlarımız onun oxumağına istiqamət verdi. Verdi. Nə? Bizim oxuduqlarımız nəyə onun oxumağına nə verdi? İstiqamət verdi. Bu da birlikdə bizdə xəbər keçir. Burada doğrunun altından doğruları, yanlışın altından da yanlışları seçməliyik. Deməli, həm ismi, həm də fiili birləşmə işləmişdir. Bəli, bizim oxuduqlarımız fiili birləşmədir, yəni fiili sifət tərkibidir. Onun oxumağındakı ismi birləşmədir. Deməli, birinci bizdə doğru cavabdır. Baxarıq ikinciyə. Deyir ki, yiyəlik hallı sözlər eyni birləşmənin asıl tərəfidir. Bu yanlışdır. Çünki bizim oxuduqlarımız bayaq qeyd etdiyimiz kimi fiili birləşmədir. Onun oxumağı isə ismi birləşmədir. Ona görə bunlar eyni birləşmənin asıl tərəfi ola bilməz. Deməli, 2 bizə yanlışdır. 2 olan cavabları atıram. Avtomatik məndə cavablarda 1, 4 və 1, 3 qalır. İndi yanlışın altından ona uyğun olanları seçəcəm. Məsdər isim birləşmənin əsas tərəfidir deyir. Deməli, oxumağı onun asıl tərəfidir, oxumağı isə əsas tərəfidir. Həqiqətən də bu doğru fikirdir. Amma bizdə yanlışın altında yanlış istədiyi üçün mən bunu seçmirəm. Baxıram ikinciyə, dördüncüyə. Fiili sifət isim birləşmənin əsas tərəfi kimi işləmişdir. Bu yanlışdır. Çünki mən dedim ki, fiili sifət deyil, fiili sifət tərkibidir, həm də ki, isim birləşmə deyil, fiili birləşmədir. Ona görə də yanlışın altından yanlış seçəcəyik. Deməli, doğru cavabımız 1 və 4-dür. Sağ olun, salamat qalın. Gələn videolarda görüşənədək.